Ben Göyçəliyəm, Göyçəli. Göyçəliyəm, Göyçəli, Göyçəliyəm, Göyçəli. Vətənsiz oldum dəli, köməyimizdə dursun. Ya Məhəmməd, ya Əli, ya Məhəmməd, ya Əli. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev yurdla, məkanla bağlı mahnının ərsəyə gəlməsində iki faktor olur. Ya yurt sevgisi, ya da zamanın nəbzini tutmaq. Sizcə bu aşıqla bu xanımın Göyçəliyəm mahnısı yurt sevgisindən qaynaqlanıb, yoxsa qərbi Azərbaycanlılardan toy tutmaq? Məncə burada yurt sevgisi yoxdur. Aşıqla xanımın məqsədi bütün regionlarımıza xas olan yerli bazlıqdan qaynaqlanaraq qərbi Azərbaycanlılardan toy tutmaq və yaxud biri toy edəndə ay aşıqla xanımı çağırın bir Göyçəliyəm oxusun. Bu mahnı yurt sevgisindən ona görə qaynaqlanmır ki, Azərbaycanın ən qədim icmalarından Qərbi Azərbaycan icma üzvlərinə belə ucuz, belə bayağı mahnı yaraşmaz. Qərbi Azərbaycanlılar daha şedevr, daha gözəl mahnılara layiqdilər. Məsələn, İrəvanda Xalq almadı mahnısı. Təəssüf ki, Aşıqla xanımın bu mahnısı elə gülüb lağ etdiyimiz bayağı Gəl mənə addım-addım mahnısı vardı ha, ondan da geri qalır. Burada xanımın ifası sanki məhərrəmlikdə arvadların oxuduğu o sinəzandan, mərsiyədən seçilmir. Aşıq, qadan alım, sən musiqi adamısan. Salfecio fənnindən xəbəri olmayanın, durub andante, allegretto, moderato musiqi templərindən xəbəri olmayanın, mahnı bəstələməsi, musiqi dünyamıza saplanan xəncərdir, cinayətdir. Kaş bu mahnını bir musiqi bilicinə göstərib məsləhət alaydınız. Aşığı tanıyıram, gözəl ifa tərzi var, ifalarını dinləyirəm, xoşuma gəlir. Yaxşı aşıqdır, amma oxumasa, ancaq sazlı ifa etsə. Bəzən onu qınayırlar ki, sazın əblin fırladıb boynunun dalında, qılçalarının arasında, kürəyində çalır, eybi yox. Tək ki, sazın səsi yaxşı gəlsin. Molla Nəsrəddinə deyirlər ki, tabutun qabağında getsən yaxşıdır, yoxsa arxasında. O da deyir ki, harasında gedirsiniz, gedin, tək ki, içində getməyin. Əziz aşıq, əgər bu duyetiniz yalnız provadırsa, təqdim etməmisinizsə, geriyə dönüş edin. Bu sevdadan əl çəkin. Əgər aşıq sənin qərbi Azərbaycanlılara azacıq hörmətin varsa, bu mahnını burax başını. Daha oxuma ümumiyyətlə, ay aşıq, çal.